Vəzifəni göndərəndən sonra əmək haqqın göndərdim. Bu tip NATO üçün fikrimcə bar çat daha uyğun olar. Okey deyək, bir dənə baxaq. Biraz böyüdək bunu. Bir qədər məncə dar oldu, amma bunu düzəltmək olar. Okey. Bu qalsın belə. Bunu növbəti hissədə düzəldərik. Demək, vəzifə elədik, yaş əmək haqqı, yaş performans, ümumi departamentlərin performansı, cins bölgüsü, cins performans da edə bilərik. Yəni, bir dənə də hansı, belə deyək də, işçilərimin cins ümumi bölgü yazıram. Daha doğrusu, cins əmək haqqı. Burada yazıram. Cins performans. Qadın işçilərim daha performanslıdır, yoxsa kişi işçilərim? Analyze file list. PFG-ni atdım bura, bunu çıxartdım burada. Sağ düymə. 52-nin 47-yə. Yəni, göstərmiş oldu. İndi gəldik nəyə? Report bölməsinə daxil oldum və burada hesabatlarımı tənzimləyəcəm. Hesabatlarım üçün nə edəcəm? Baxın. Arxa fon rəngin məncə ümumilikdə dəyişək. Məncə olsun bu rəng. Ümumi analiziyə bir hissədir. Bunu da biraz kiçiyə dəyək. Məncə bu çox böyükdür. Çünki hesabat əsnasında bizə çox yer lazım olacaq. Bu hələ ki qalsın burada. Sonda bunu düzəldərik. Əlavə eləyəcək nə? Qrafiklərimizi. Qrafik üçün gəlin belə eləyək. İlkin olaraq insert shape-dən bir shape əlavə eləyək. İndi deyəcəm, misal üçün bu formada bir shape əlavə elədim. Qara rəng. Okey. Bir shape əlavə elədim. Bunun içərisində quracaq ki, qrafiklərimizi daha belə deyək, səliqəli görsənsin. Baxın, bunun hər hansı bir xəttinin üzərində sağ düymə klikləyib format shape deməklə fill var, daxilinin rəngi və line var, xəttləri hansı formada olsun. Fillə daxil olub transparency deyilən bir hissədə, bax, bunu artırıb azaltmaqla daxilinin rənginin görünüklüyünü, baxın, daha şəffaflaşdıra bilərəm. Ki, gəlin, bunu biraz artıraq, daha şəffaf olsun. Məncə 40-da saxlasaq yaxşı olar. İndi baxarıq ona da yenə deyirəm. Format, outline, no outline deyirəm ki, kənar xətləri görünməsin. Biraz azaldaq. Okey, 35 qalsın. Baxdıq indi nəyə? Bundan bir neçə dənə əlavə edək qalsın burada. Bizə sonra lazım olacaq. Başlayırıq birinci. Ən uzun olan hansıdırsa ondan başlayaq. Gəlin başlayaq bundan. Baxın. Qrafiki neynəlim? Tutdum. Ctrl-C ilə kopyaladım. Reporta gəlib Ctrl-V dedim. Baxın, eyni qrafikin eynisi gəldi bura. Qrafiki kiçildib. İndi bu belə deyək, daxil elədiyimiz shape-in içərisinə əlavə eləyəcəm. Bu hissələri çəkək kənara, qalsın burada. Shape-i gəldim, daxil oldum. Biraz böyüdürəm bir balaca ki, daha rahat analiz edə bilək. Bunu da bir balaca böyüdüm. Daxil elədim bunun içinə. Əvvəlcə, indi baxacaq qrafikin detallarına. Bu düymələri silirəm ki, bunlar pivot çatda olur, standart çatda olmur. Yəni, bunu silmək üçün ya daha doğrusu chartın üzərinə klikləyək. Okey. Analyze-dadır. Analyze bölməsinə gəlir. File button var. Bunun üzərində klikləyib hide all deyə bilərəm. Və yaxud da hər birinin hansısa birinin üzərinə sağ düymə remove file deməklə həmin hissələri, daha doğrusu hide all file button on chart deməklə gizlədə bilərəm. Hide all dedim, gizlətdim. İndi başlayıram nəyə? Qrafikimi lazım olan formata salmağa. Gəldim, bir balaca kiçiltdim. Bu zaten trend analizi olduğuna görə bunun daha çox enli olmağının heç bir əhəmiyyəti yoxdur. Mənə line chart olduğuna görə böyütdüm və bu formaya salmış oldum. Sonra nə edirik? Qrafikin üzərində kliklədik. Baxın, qrafikin üzərində klikləyəndə mənə əlavə menyu açır. Baxın, klikləyən kimi buradan format area chart deyə bir menyu açır.
Buradan bir neçə seçimlər var. Chart options var, text options var. Textlə bağlı məsələlərdir, sırf qrafiklə bağlı məsələlərdir. Burada da 3 ayrıca seçim var. Bunlar nə üçündür? Qrafikin ölçüsü ilə bağlı məsələlərdir. Property, belə deyək, seçimləri ilə bağlı məsələlərdir. Burada qrafikə hansı ki, indi xəttə kölgə, 3D format və digər məsələlər tətbiq edəcəyik. Onun üçündür. Bu da ümumi qrafikin formatı ilə bağlı məsələlərdir. Qrafikin border kənar sərhəddi və fil daxilinin rəngi. Mən filə daxil olub no fill deməklə, baxın, qrafikin o rəngi var idi. Bax, standartda qrafikin arxa fonunda ağ rəng var idi. Həmin o ağ rəngi yığışdırdım. Mən deyirəm ki, mənim qrafikimdə ağ rəng olmasın. No fill deməklə bu formaya salmış oldum. İndi başlayıram nəyə? Bu nə idi? Performans. Daha doğrusu, departamentlərin performans qiymətləndirilməsi. Hələ ki, bunu mənə lazım deyil, başlıq. Başlığı üzərinə klikləyib, bir dənə delete deməklə sildim. İndi başlayıram bunu düzəltməyə. Baxın, sağ hissədə göstəricilərim var, aşağı hissədə departamentlərimin adları var. Mənə lazımdır ki, bunları görünən bir formaya salım. Ona görə seçdim əvvəlcə bu hissəni, home menüsünə gəldim, deyirəm mənə göstər ağ rəngdə. Yəni, bu mənim şəxsi seçimdir, siz istənilən bir rəng və ya başqa bir formatda tətbiq edə bilərsiniz. Bu hissəyə də yazıram bu formatı və bir balaca da böyüdürəm ki, bold deməklə rahat görünən formaya salmış oldum. Eyni qayda ilə. Yenə bu hissəni seçdim, eyni formatı tətbiq elədim, sildim, 8 və ağ rəng bold deməklə lazım olan formata salmış oldum. Məncə arxada olan bu shape-i bir balaca da şəffaflığını artıraq. 40 olsun elə. Birinci 40 eləmişdik. Okey. Bu oldu mənim birinci qrafikim. İndi gəldik nəyə? Qrafikin üzərində bir neçə tənzimləmələr eləməyə. Bunlar məlum məsələdir nədir? Baxın, xəttin üzərində klikləyib sağ düymə format data series deyilən bir seçim var. Gördünüz, hansı ki, o bayaq gəldi, qrafikin sonuncu hissəsinə tətbiq eləmiş oldu. Bu nədir? Bu hansı ki, line-ımın mən istədiyim formatı tətbiq eləyə bilərəm. Yenə, daxil oldum, sağ düymə, format data series deyəndə gəldim birinciyə. Və hansı ki, o xəttimin hansı rəngdə görünməyən buradan tənzimləyə bilərəm. Mən deyirəm ki, mənim xəttim, misal üçün, indi bu rəng üçün ən görünən rəng fikrimcə qırmızı olar. Qırmızı rəng də işarələnsin. Hansı ki, buradan onun görünüb-görünməməyini tənzimləyə bilərəm. N-in tənzimləyə bilərəm, hansı N-də olsun. Bu kimi müxtəlif tənzimləmələri həyata keçirə bilərəm. Aha, indi daxil olduq nəyə? Burada sonra rəngləri var, hansı rəng formatında olmağın və rənglə bağlı digər məsələləri tənzimləyə bilərəm. Avtomatik rəngdir, avtomatik olaraq hansı rəngdə olur. Solid isə mən istədiyim rəngi seçmiş oldum. Bu da ki, qrafiklə bağlı məsələlərdir. Başlayanda demişdik. İndi gəldik nəyə? Line-a daxil olaq, okey. Line-a seçəndən sonra, baxın, digər hissəyə daxil olanda Shadow, Glow deyilən bir seçimləri var. Hansı ki, bunlar mənim xəttimdə kölgəni və digər məsələləri artıq kölgənin ölçüsüdür. Bu kölgənin qrafikana nə qədər uzaqlıqda olub-olmağını tənzimləmək kimi bu kimi məsələlərin hər birini tənzimləyə bilərəm. Blur olsun və ya olmasın. İndi blurun nə olduğunu bilənlər vardı yəqin aramızda. Baxın, bu kimi şeylərin hər birini buradan tənzimləyə bilərəm. Mən nə edirəm? Qrafikimin daha görünüşlü olmağı üçün, vizual olmağı üçün Transparency deyilən bir seçim var. Gəlirəm bu hissəni bir balaca olsun elə gəlin buradan düzəldir. 30 olsun. Shadow yığışdırıb, Glow bölməsindən də size-i bir balaca artırıram. Size isə hansı ki, grafikimdən çıxan bu işıqların belə deyək də, ölçüsünün artırıb azalması və həmin işıqların hansı hissədə belə deyək də, aralıqda görünüb görünməməyini tənzimləyir. İndi gəldik nə? Həmin işıqlar da elə öz rəngində olsun. Bunu azaldaq. Daha doğrusu 100 olsun. Bunu artıraq bir balaca. İndi gəldik nəyə? Olsun belə. Bu oldu mənim birinci qrafikim. Və baxdıq indi qrafikin digər məsələlərinə. Yəni, məlum məsələ, qrafikin üzərində klikləyəndə açılan hissədən qrafikin daxili detallarını tənzimləyə bilərəm. İndi gəldim nəyə? Qrafikin üzərində klikləyəndə açılan Analyze, Design və Format deyə menular var. Bunlara baxaq, burada nələr var. Analyze menüsü pivotla bağlı məsələlərdir. Yəni, standart olaraq pivot chartlarda olur bu. Bu nə üçündür? İndi irəliyən dərslərdə pivot charta tətbiq eləyəcəyik, slicer, timeline falan. Bunlar onun üçündür. Burada belə deyək, təmizləmək var həmin pivotdan.
Move chart var. Chartı hansı hissəyə keçirtməkdir. Filed items list deyilən bir hissə var. Bunlar məlum məsələdir. Nədir? Pivotuma görə yeni bir sütun əlavə etmək istəyirsə, həmin sütunda bu chartda öz əksini tapacaq. Digər hissə OLAP texnologiyası. Bu bir relationship qururuq. Bu power pivotla bağlı məsələdir. Bura baxmağa ehtiyac yoxdur. Başqa bir belə deyək, cədvəllə əlaqə qurub həmin əlaqəli cədvəllərə qrafik yaradırıq. File list bu qrafikin tətbiq elədiyi pivotun file listini açır mənə burada göstərir. Baxın, departament və PFG-dir. File butonunda bayaq dediyim kimi həmin butonların görünüb görünməsi. Dizayn menyusu bizə lazımdır. Grafikin dizaynını buradan istədiyim formatda qrafik dizaynı tətbiq eləyə bilərəm. Change color hansı ki, bu xəttin hansı rəngdə görünməyini tənzimləyə bilərəm. Burada şablon rənglərdir, amma biz bayaq istədiyimiz rəngi tətbiq elədik. Switch row column nədir? Standart olaraq mənim sətirlərim və sütunlarım var. Sətir və sütunlarındakı grafikin belə deyək, datalarımın yerini dəyişmək üçündür. Düzdür, bu tip qrafik üçün bu keçərlidir. İndi irəliləyən dərslərdə əgər qarşımıza çıxsa, mən sizə onu göstərəcəm. Select data, indi bu hələ ki bu da bizə lazım deyil. Bu grafikimin tətbiq edildiyi datadır. Baxın, göstərir ki, bunlar nədir? Baxın, bir şey deyim. Access bunlar legend adlanır. Legendlər. Yəni seriesdə, yəni totallar buradadır. Bura isə adlanır access label. Yəni baxın, horizontal labelda mənə deyir ki, sənin departamentlərindir. Access labelda deyir ki, totallarındır ki, bunu dəyişmək üçündür. Bu qrafikin tipini sonradan dəyişib, misal üçün bar chart eləyə bilərəm. Digər hər hansı bir qrafik tipi tətbiq eləyə bilərəm. Move chart isə grafikin başqa bir şəkildə tətbiq edilməsidir. İndi gəldik nəyə? Add chart element deyilən format adı üstündə formatla bağlı məsələlərdir. Dizaynda add chart elementin içərisində bir necə seçim var. Baxın, burada gördüyümüz bu hissə var, total. Bu adlanır legend. Görürsünüz? Bu legend rəngimin nəyi bildirdiyini mənə göstərir ki, onu görmək istəmirəm, artıq bir yerdir. Burada baxın, daxil olanda legend deyilən bir seçimimiz var. Harada qrafikin hansı hissəsində görünməyin? Deyirəm sağında, yuxarısında, solunda və aşağısında və bundan deməklə həmin legend bölməsinin belə deyim, təmiz azad eləyə bilərəm. Və baxıram ki, qrafiklə çatışmayan bir şey yoxdur. Sadəcə bu hissədə baxıram ki, müxtəlif cədvəllər var, hansı xətlər var. Yəni həmin xətti də tənzimləyək. Söhbət bu xətlərdən gedir. O çox tündür rəngi mənim fikrimcə. Hansı ki, həmin xətlər table alınır. Baxın, data table. Onu move deməklə, misal üçün buradan tənzimləyəcəyik bir saniyə. Yox, səhv dedim. Table deyil o. Table aşağıdakı buydu. Xətlərin üzərinə klikləyib sağ düymə format gridline. OK. Format gridline-a no line deməklə yenidən silirəm. Solid OK-dir, nə rəngdədir? Gradient OK-dir, avtomatik olaraq hansı rəngdə olmağını tənzimləyir mənə. Transparency vasitəsilə həmin hissənin görünüb görünməməyini tənzimləyə bilərəm. Mən bunu standart ağ rəng eləyirəm olduğu üçün və bunu biraz azaltmaqla qrafiklərin nisbətən solğun görünməni istəyirəm ki, belə deyək də, gözü çox da yormasın. Aha. Daxil olduq indi dizaynda add chart elementin içərisində başqa seçimlər var. Bunlara ehtiyac yoxdur, amma bir deyim də accesslərdir. Baxın, bunlar accesslərdir, bayaq dediyim kimi. Onun görünüb görünməməyini tənzimləyir. Access title hansı ki başlıqlardır. Məsələn, görürsünüz burada access title var. Baxın, standart olaraq bu nə idi? Totalın, bu isə departamentin. Orada bir total və departament. Məsəl üçün, bura bir yazdım. Burada da eyni title gəlir. Yazacağım, həmin o access title yazsın içində departament. Chart title başlıqdır. İndi bundan istifadə edəcəyik. Data label hər birinin üzərində nə qədər olduğu mənə göstərmiş olur. Gəlin data label da tətbiq edək. Məncə bu formada olsa, amma ümumilikdə mənə trend lazımdır, hansı daha yüksəkdir, ona görə ehtiyac yoxdur. Yəni ictimai əlaqələrin nəticəsidir. Baxın, hansı formada görünməyini tənzimləyir. Table OK-dir, aşağısında mənə cədvəl qurur göstərir. Error barə ehtiyac yoxdur, bu statistiklərlə bağlı məsələdir. Gridline arxasındakı o tor xəttidir. Baxın, bizim bayaq axtardığımız gridline idi. Mən səhvən olaraq table-a girdim. Legendlər dediyim kimi hansı rəngin nəyi bildirdiyindir. Line-lar bu formada bir şeydir. Hansı ki series belə deyək də bu
aşağı hissədən yuxarıya doğru xətləri göstərir mənə. Trend line trendin üçündür. Burada reqressiya bağlı məsələlər burada lazım deyil. Bu hissədə okeydir. Bunlar da statistika ilə bağlı məsələlər deyə ehtiyac yoxdur. Yəni bir title əlavə eləyək, above chart. Adını da qoyaq. Departamentlərin performans göstəriciləri. Okey. Bunu da çəkdim. Sağa bu formada olsun. Ya da ortada olsun məncə. Bu qrafikin kənarında ağ rəng var. Həmin o ağ rəngin görünməyini istəmirəm. Ona görə border bölməsindən no line seçim edirəm. Gördüyümüz kimi həmin o ayətdə görsəndir. Okey, bu oldu bizim birinci qrafikimiz.